Şamaxı rayon Quşçu kənd sakini Əlişan Zülfiqarov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində ailəçi narazılıqlarla bağlı mətbuat konfransı keçirib. Onun sözlərinə görə ata mülkünə varislik iddiasında olan qardaşları Xəqani ilə Şirvaninin arasında uzun müddət ədavət, küslülük olub. Xəqaniyə kənddə ev alıb şərait yaradan ata vərəsəlik kağızı ilə özü yaşadığı evi Şirvaniyə bağışlayıb. Sonradan qardaşlar arasında münasibət qaydaya düşüb, 2010-cu ilin iyun ayının 20-sində Xəqaninin evində qonaq olan 30 yaşlı Şirvani evinə qayıdandan sonra 3 övladının gözü qarşısında qəflətən dünyasını dəyişib. Əlişan Zülfiqarov qardaşının ani ölümünün müəmmalı hesab edərək onun formalin maddəsi ilə zəhərlənib öldürüldüyünü düşünür. Bu fikrə qardaşının qanı olan yaylığı Ukraynada ekspertizadan keçirəndən sonra gəldiyini bildirir. Onun fikrincə Şirvaninin ölümünə səbəb qardaşlar arası nifaq, mülkiyyət davasıdır. Bir ildən çoxdur ki, Şamaxı sakini Şirvani Zülfiqarovun qəfil və səbəbsiz ölümünün nəticələrini araşdırmaq xahişi ilə prezidentə, dövlət qurumlarına, Şamaxı prokurorluğuna müraciət edib. Amma onun bütün müraciətləri baxılmamış qalıb. Zülfiqarov qardaşının ölüm faktının araşdırılmamasından Şamaxı rayon prokuroru Füzuli Musayevi günahkar bilir.